Delta Force oyununun Azərbaycanda ilk yayımçısı mən Fariz Qeym yeni bir videodan sizləri salamlayıram. Xoş gördük dəyərli izləyicilərim. Sizin istəklərə əsasən bu dəfə döyüş bölümünü seçmişəm və döyüş bölümündə kasırğa modunu seçmişəm. Kasırğa modu ayda bir dəfə gəlir, bir həftəlik ya 10 günlük gəlir. Ondan sonra bu mod gedir. Bu mod hər dəfə gəlmir. Çox gözəl moddur. We have marked a high-value objective. Take it swiftly and push forward. Düşmən hədəflərinə qırıcı təyyarə ilə zərbə vurmağa çalışacağam. Amma təyyarəni istədiyim şəkildə idarə edə bilmirəm. Çünki ayarlardan bunu tənzimləməmişəm. İdarə etmə sistemini ayarlardan tənzimləməm lazımdır. Döyüş bölümündə iki ordu üz-üzə gəlir. Məqsəd ordunun biri müdafiə olunur, biri isə hücum edən tərəf olur. Bu modda, yəni kasırğa modunda döyüş böyük dənizin ətrafında baş verir. Yəni hücum edən tərəf dənizin ətrafında tikilmiş böyük bir zavodu ələ keçirməyə çalışır. Müdafiə olunan tərəf isə həmin zavodu qorumağa çalışır. Əgər hücum edən tərəf müdafiə olunanın həmin bu zavodu ələ keçirə bilməsə, hücum edən tərəf məğlub sayılır və müdafiə olunan tərəf isə əgər zavodu müdafiə edə bilsə, qalib sayılır. Düşmən hədəflərinə indi isə döyüş gəmisi ilə zərbələr endirəcəm. Qarşıya biraz yaxınlaşın. Bax, qarşıda göründüyü yaşıl işarələr bizim adamlardır. Düşmənlər isə qırmızı işarələrdə olur. Amma bu arada gəmimizi də qorumaq lazımdır. Düşmən ağır silahlardan, raketlərdən gəmimizi vurub partladı da bilər. Only the beginning. Keep pushing. Düşmən gəmini dronla vurmağa çalışır. Baxın, dron işarəsi gəlir və gəmini dronla vurdular. Kamikaze dronla gəmimə saldırdılar. Aradan çıxmalıyam, gəmi partlamasın. Düşmənin tam arxasına keçmişəm. Bu dəfə ağır silahlardan istifadə edəcəm. Düşməni burada məğlub eləməliyik ki, biz zavodun içərisinə daxil olaq. Öncə zavodun çölündən başlayırıq. Zavodun çölündə düşməni məğlub elədikdən sonra düşmən zavodun içərisinə doğru geri çəkilir. Orada isə məğlub eləsək qalib sayılırıq. Baxın, çox gözəl düşmənlərin hədəflərinə zərbə endirirəm. Düşmənlər məhv olur demək olar ki. Artıq zavodun içərisinə daxil olmuşuq. Düşmən çöldə məğlub oldum. Məğlub olduğu üçün geri çəkilməyə məcbur oldu. Tam zavodun içərisindəyik. Artillery barrage incoming. Bax, səni gedirsən. Kəlləsindən vurdu. Push forward.
Ora bir qumbara, yanğın qumbarasıdır, patlayan qumbara deyil. Allah, yandı tezdi. Bunu da vurdum. Artillery barrage ready. Smoke barrage ready. Düşmanın birini öldürdüm, amma düşmanın takım arkadaşı da məni vurdu. Göründüyü kimi iptalet var, yardım istəmə var. Əgər takım arkadaşlarınız yaxındadırsa, yardım da istəyə bilərsiniz. Əgər yox, sizdən kənardadırsa, iptal edib, ölüb təkrar oyuna davam edə bilərsiniz. Darıxma düdük, gəlirəm, arxa ilə gəlirəm, darıxma. Suyun içindən girirəm ki, heç kəs məni görməsin. Beware of enemy attack. Arxada şaxtada səs var, kimsə yuxarıdan gəldi. Gördüm. Yuxarıdan kəndirlə düşdü bu aşağı. The enemy is attacking objective Delta 1. Guided Düşmən missile launch. zavodun içində tamamilə məğlub oldu. Artıq çöldə qalalara tərəf çəkiliblər. Sonuncu hədəfləri oradır. O qalaları da ələ keçirsək artıq qalib biz hesab edirik. Düşmən tamamilə məğlub olur və döyüşün qalibi biz oluruq. Artillery barrage ready. O çöldə əməlli başlı döyüş gedir. Düşmən artıq qalalara tərəf çəkilib. Ona görə artıq ağır silahlardan istifadə edəcəm. Kamikaze dronum var. Bu bizim maşındır deyəsən. Haralda bizim maşındır. Baxın, düşmən kamikaze dronundan istifadə edib maşınımızı vurur. İndi mən də düşmənə tərəf kamikaze dronu atacağam. Ondan sonra ağır artilleriya, raketlərdən istifadə edəcəm. Baxın, bu kamikaze drondur. Düşmən həmin qaladadır. Düşmənə tərəf ağır silahlardan istifadə edərək gördüm düşməni, super, düşmən məhv edildi. We have enough forces left. Keep pushing and breaking through the enemy defense. Demək olar ki, düşmənin bütün postlarını, bütün ərazilərini, bütün hədəflərini ələ keçirmişik. Çox az hissəsi qalıb. Artıq demək olar ki, döyüşün sonudur. Düşmən qalalarında bu şəkildə vurdum. Dostlar, mənim istifadə elədiyim bu ağır artilleriya düşmənin vertolyotlarına qarşı, döyüş təyyarələrinə qarşı istifadə olunur. Havadan gələn vertolyotları vurmaq üçündür. We have taken objective Echo 2. Demək olar ki, oyunun sonuna çatmışıq. Kamikaze dronundan istifadə edin. Objective Echo 2 is under attack. All enemy forces neutralized. Və düşmən məğlub oldu. Bu oyunun qalibi biz olduq. Dostlar, videonu bəyənməyi və videonun altında rəy bölümünə öz fikirlərinizi yazmağı unutmayın. Bu arada kanala abunə olmağı hər birinizdən xahiş edirəm. Növbəti videolarda görüşənədək sağ olun, Allaha əmanət.